5 ildir ki, mavi yanacaq üzünə həsrətdir. Bu 2 dənə qız uşağı burada nətər böyüsün? Bax, 2 dənə qız uşağı burada nətər böyüsün? Ağsu sakini Şamur Rüstəmovun ailəsi 5 ildir ki, mavi yanacaq üzünə həsrətdir. Ağsu şəhəri ilə rayonun Gəgəli kəndi arasında salınmış yeni yaşayış massivində yaşayan ailə, təbii qazın olmadığı evdə odun sobasından istifadə edir. Ev sahibinin sözlərinə görə bununla otaqları isitmək mümkün deyil. İndi Rüstəmovlar ailəsinin yeganə istəyi onların mavi yanacaqla təmin olunmasıdır. Ağsu'nun qaz dərəsində bütün kətlərdən köynə xətləri sökülmüş turbası var. Onlardan mən xahiş edirəm ki, açın, mənim bugün 600 manatım yoxdur 140 metrə turba almağa. O köynə turbanı geçəcək bura, mənim balalarım qırılmasın öydə. Azəriqaz İstehsalat Birliyindən isə bildirilir ki, dövlət tərəfindən nəzərdə tutulmayan yaşayış massivlərinin qazlaşdırılması vətəndaşın öz vəsait hesabına aparılır. İstehsalat Birliyindən verilən məlumata görə, vətəndaş hər hansı podraççı şirkətlə müqavilə bağlayaraq qaz xəttini çəkdirməlidir. Məhz bundan sonra abonent Azəriqaz tərəfindən pulsuz sayğac və mavi yanacaqla təmin edilməlidir. Elnari İbrahimova, Aqilə Sədov, Ağsu. İmişlidə abadlıq və yaşıllıqların salınması işləri görülür. Rayonun daxili imkanları hesabına